Yəni biz diktabandan sonra nə elədik, nə ilə məşğul olduq? Şokolad brendi də ki, mənim ürəyimdir, hər şeyimdir. Şokolad brendini də yaratdım. Onu artıq televiziyada işləyə-işləyə yaratdım. Bəziləri qorxutmağa çalışdı ki, səndə alınmaz. Amma o ki, sən ürəkdən bir şey istəyəndə, o kainat başlayır sənə bütün qapıları qarşında açmağa. Mən onu bax bu şokolad işində hiss elədim. Universitetdə oxuya-oxuya ailə qurmuşam. Atamın evindən qaynatamın evinə gəlmişəm. Mən heç vaxt sərbəst olmamışam. Mən heç vaxt belə deyim, tələbə həyatı yaşamamışam, qiyabi təhsil almışam. Övladım mən təhsil alanda dünyaya gəlib. Çörəyin qiyməti nədir mən bilmirəm. Mənə maraqlı idi. Mən sıfır, yəni heç bir tanışım olmadan 37 yaşında Türkiyəyə getsəm, 20-li yaşlı uşaqlarla oxusam, mən isə bacararam ya yox. Mən sıfır kimi gedib şirkət kimi qayıtdım. 6 il keçmişdi. Mən başa düşdüm ki, mən televiziya artıq heç nə qatmıram. Televiziya da mənə heç nə qatmır artıq. Canlı efir mənə çox şey öyrətdi. Bundan o yana artıq heç nə öyrətmir. Sil almağa gedirəm şokolad üzrə. Təyyarədə ağlamağa başladı. Məhz Moskvaya enəndə təyyarə, orada məni bir ağlamaq tutdu ki, mən ümumiyyətlə o müəllimə baxırdım həmişə. Bir əlçatmaz bir anlayış kimi mənə gəlirdi ki, bu əlçatmazdır da, bir arzu idi da ki, həmin o müəllimin kursuna bir yer belə boş olan kimi mən o zayavka deyirlər də, o zayavkanı yerləşdirdim ki, gəlirəm. Hər yerdən orada tələbələr var idi. Qorxu çox idi həqiqətən də. Amma necə elədim, hələ də mənə yuxu kimi gəlir.